daha da əsaslı şəkildə Allah Teala sorğu-sual aparır. Günahsız insan xüsusən qadınlardır. Ələlxüsus körpələrdir, hansı ki, onların hələ indi dünyaya gəlir. Hələ indicə dünyaya göz açıb. Əzizlər, mən bu mövzunu gətirmək istəyirəm elə bizim hər birimizin, xüsusən xalqımızın başına gətirilən o Xocalı faciəsinə. Ki, biz bilirik ki, 92-ci ilin 25-dən 26-sına keçən gecə, fevralın 25-dən 26-sına keçən gecə bu faciə baş verib. Həmin bu faciədə nə qədər insan dünyasını dəyişib? Məsələn, günahsız şəkildə 613 nəfər qətlə yetirilib. 8 ailə ümumiyyətlə silinib. O ailədən bir nəfər də qalmayıb salamat. Xocalı faciəsində. Təsəvvür eləyin, həmin o 613 nəfərin 63 nəfəri uşaq, 103 nəfəri ya 106 nəfəri qadın, 70 nəfəri yaşlılar və digərləri digər şəxslər. Bunlardan ibarət bir cəmiyyət. Təsəvvür edin, 25 uşaq hər iki valideyni itirib. 25 uşaq heç bir valideyni yoxdur, nə atası, nə anası. 130 uşaq bir valideynindən məhrum olub. Bunların hər biri nəyə görə, nə səbəb oldu bunlar baş verdi? Bunların səbəbi nədir? Bunların kökündə dayanan ən böyük rüsvayçılıq xəyanətdir. Dost bildiklərin, başqa sözlə desin, gətir, saxla, əzizdə. Allah mənfur düşmənlərimizi məhv-nabud eləsin. Dost bildik, əzizdədik, saxladıq. Müəyyən zaman keçəndən sonra o fitnəsin, fəsadın, kinin, küdurətin qəlbində böyütdü, becərdi. Elə bir həddə gəldi, çıxartdı ki, həmin o kini, küdurəti püskürdü. Özü də elə bir şəkildə günahsız insanların ölümünə səbəb oldu. Özü də bir yox, 613 nəfər. Hələ bu təkcə ölüm halıdır. Hələ burada 1200, səhv eləmirəmsə, 75 nəfər əsir götürüldü. 1275 nəfərdən müəyyən o şəxslər qaytarıldıqdan sonra onlardan 150 nəfərindən bu gün də xəbər yoxdur. İtkin düşdü. Yoxdur, onlar ümumiyyətlə onların adı heç yerdə yoxdur. Heç yerdə qeyd olunmur. Ki, hara getdi, necə oldu, harada o öldürüldülər, ya öldürülmədilər, ya zülm verdilər filan. Təsəvvür eləyin, bu günahlar, bu əzablar, bu insanlığa sığmayan işlər hamısının nəyin nəticəsi idi? Mənfur insanların, mənfur düşmənlərin xəyanəti. Özdə əvvəlcə özlərin dost kimi göstərib, elədikləri xəyanətin nəticəsində baş verdi. Və bu xəyanətin qurbanına çevrildi. Amma İslam dini bir mənalı olaraq xəyanət məsələsini inkar edir. İslam dini bir qayda olaraq xəyanətə yox deyir. İstər kiçik xəyanət olsun, istər böyük xəyanət olsun, fərqi yoxdur. Başqa ayədə buyurur, ya əyyuhəl-ləzina amanu la təxunullaha vər-rəsul. Ey möminlər, ey insanlar, ey müsəlmanlar, Allah və Peyğəmbərinə xəyanət eləməyin. Görürsünüz, sadə məsələləri gətirdi, qabartdı və göstərdi ki, xainlik, xəyanət insanlara, bəşəriyyətə ən pis zərər verən bir xüsusiyyətdir. Ən pis xasiyyətdir. Bu xasiyyət kimdə olsa, o insan heç bir halda düzgün istiqamətə gedə bilməz. O insandan sən nə dindar gözləmə, dindar olsun. O insan nə düzgün bir vətənpərvər, bir sədaqətli bir şəxs ola bilməz. O insan nə ailəsinə sədaqətli ola bilməz. O insan nə verilən hər hansı bir əmanətə sədaqətli ola bilməz. Çünki o insanın xəyanəti bütün mərhələlərdə, bütün